mümkündür ki, hansısa bir şəxs valideyni özündən narazı salsın. Ola bilər ki, valideyn sağlığında bu valideynini özündən razı salıb, yəni valideyn həmişə bundan razı qalıb, bundan şikayət olmayıb. Amma görürsən ki, valideyn dünyasını dəyişəndən sonra bu ağ valideyn hesab olunur. Niyə? Çünki valideynini yad eləmir, bir ruhuna bir adicə bir sadə bir salavatı belə valideynin ruhuna hədiyyə eləmir, bir yaxşı bir əməl eləyib onun savabını valideynə hədiyyə eləmir. Bundan valideyn artıq öz övladından narazı qalır və gətirib ağ valideynə gətirib çıxardır. Ona görə də insan valideyni əgər dünyasını dəyişibsə, valideyn üçün istiğfar eləməlidir, valideyn üçün dua eləməlidir, günahların bağışlanması üçün və etdiyi yaxşı əməllərin savabını valideynə hədiyyə eləməlidir və bundan ola bilər, məsələn, bir nəfər valideyni sağlığında özündən narazı salıb, ağ valideyn olub. Dünyasını dəyişibsə, qapı üzünə bağlanmayıb. Dünyasını dəyişsə də belə, yenə də bu işləri görməklə valideyni özündən razı sala bilər.